Gəlin görün Spring bizim üçün sağ olsun cəmaət bizim üçün nələr yaradıb. Bunu eləməyin iki variantı var. Bir IntelliJ bizə funksiya verir ki, gələk buradan Spring inşalayı seçək. Buradan proyektimizi yarada bilək. Biri də var ki, Start Spring.io. Onu da göstərim nə? Start Spring.io. Aha. Buradan da eyni qaydada eləyə bilərik. Dil seçirik Java. Proyektimizin formasını deyirik Maven. Burada adətən hansını özü seçibsə o qalmalıdır. Burada da keçnə bildiyiniz az.turing adlandırırıq falan filan. Package formatını deyirik. Jar olsa daha yaxşıdır. Çünki jar olanı sonra vara çevirmək olur. Amma var olanı başlayıb. Başlayıb. JDK dedik. Sonra da dependency əlavə edirik. Dependency dediyimiz şey nədir? POM XML-ə biz gedib NVM repodan gedib nəyisə götürüb gətirib atırıq. Bax həmin platforma nə deyib ki, sənə təmin edir. Buradan dependency əlavə eləmək. İndi biz Lombok falan misal üçün web-ə çıxmaq istəyir, düzdür? Spring Web. Bunu bir dənə əlavə elədik. Generate edən zaman proyekt yükləndi bizim üçün. Biz nə edəcəyik? Gəlib onu IntelliJ açacağıq. Gəlin siz açaq. Demozip adı elədi. Nə qədər açılmış proyektimiz var. Windows D-yə bastı. No, əmirlər bilməm nə qədər. Yaxşı yanlar. Çox da unutar. Windows D. Bütün hamısını atır altına. Tamam. Windows D-yə hamısını bağlayırsa. Demo kimi düşüb bu adı. Eybi yoxdur. Biz bu qədər əziyyəti çəkməyə ehtiyac yoxdur. Biz gəlib bunu burada package formatına yüklənməyə, sonra bunu IntelliJ atmaq bu storyadır. Yəni bunu mən bağdaşdırmalıyam hətta. Bir hətta. dənə şey yox, səndən dediyim internetdən bir problem. Ekrana problem. Qarışır biraz ekran. Nə? Pikselləşir, görüntü gedir. O sən nə dediyin kimi Tamam. Belə elədim, proyekt mənim üçün yaranacaq. Bir dənə trust proyekt deyirəm. Vəsə, proyektim yarandı. İndi bu yüklənmələr olmalıdır. Bax, heç bir şey eləmədim. Sadəcə bir dənə dependency əlavə elədim. Java ilə bir dependency də var. Yəni, proyekt formatına yüklədim, sonra da proyekti IntelliJ açdım. O gördüyünüz kimi biraz uzun proseslər. Start Spring.io-ya getmək, orada şey eləmək. Ondan sonra elə bunu bağlayıram. IntelliJ mənə o funksiyanı verir. Start Spring.io ilə əlləşməkdənsə, gəlirəm bura new project deyirəm. Və burada siz həmişə buradan yaradırdınız. Tamam. Spring Initializer. Eyni funksiyanı mənə verir. Məsələn, yazaq Spring, indi biz web-ə çıxırıq da, web example. Tamam. Bu hissəsi nədir? Bizim hara gedəcəyini. Tamam. Java 21 deyirəm. Java dili seçdim. Maven qalsın. Tamam. Bunu da eləyək nə? Az.turing. JDK bizim ölkənin harasına yaraşır 24. 17 qalsın. Next. Sonra bu gəlir. Necə ki mən orada dependency əlavə edirdimsə, buradan bir dənə yazıram Spring Web. Lombok'a ehtiyac yoxdur elə. Nə? Mən şeydə çatışda baxırdım, deyir Lombok olmasa mutasiyalar işləm. Onu kim bilsin? Gör necə işləyəcək. Aha, bax uşaqlar. Bax, heç nə eləmirəm ha. Sadəcə bir dənə diqqətlə qulaq asın uşaqlar. Sadəcə bir dənə Spring Web-i əlavə elədim. Sonra create deyirəm. Eyni qaydada bayaq necə proyektim yaranmışsa, indi də proyektim yarandı. İndi gəlin sizin o əlləşdiyiniz, vuruşduğunuz servletlərlə görün burada nə iş görürük. Onlara baxaq. Görək bizə nə kimi funksiyalar verir. Hələ yazın burada qıtarmamışıq. Nəyi? Onsuz da sizin yerdən sonra ilk görməli olduğunuz iş budur. Tamam. Bir dənə də əvvəl çıxardan göstərirsin. Nəyi? Springsiz də yazarsın da. Springsiz də yazaram. Yazmayacam. Yazmayacaq. Yox, nə edirəm? Mən canımla əlləşmək istəmirəm. Nə edirəm? Niyə yormuyor özümü? Mən fərz edeyim ki 7 aydır, yəni 7-8 aydır şey yazmıram. Tamam. İndi.
Aha. Onda bir sıkıntı Gəlin misal üçün biz nə yazdırdıq? Bir dənə hello fax sözünü ekrana verməkdən ötürü nə qədər iş gördük. Şey, İndi biz onu hardan eləyirdik adətən? Kontrollerdən, düzdür? şey ya. Keçirəm Spring'e. Hani Spring'e keçilir. Bu gün keçirəm bir Spring'e. Hello controller deyə bir klass yaratdım. İndi uşaqlar diqqət bura. Sadəcə bir klass yaratdım. Webə çıxmaq üçün bir dənə bura rest controller deyirəm. Bir dənə rest controller dedim. Tamam. Aha. Sadəcə biz nə edirdik? Vüsal müəllimi yazdığı salam faxı onu yazmağa çalışacağıq indi. Get Çox çətin olacaq. text çox çətin olacaq həddindən artıq. Sonra da Spring'de şey vereceksin. Aha. Spring metodu. Return nə? Michael Jordan. Hello. Abi bize Spring Faxı. oldu. Bende Premium'da Spring olmuyor. Aha. Yok, Premium'umuz değil. İndi Premium'da. Bakın ya. bir daha bura nə deyirəm? Yetki etti diye. Get mapping. Səndə heç nəyə də Oo. Tamam. O ne diyor yanında? Alnı böyle. Şolar nəyi müzakirəsi edir? Nə mənə deyim məndən var. İngilizce bu da sadece ad versen yani. Hə. Atma olmuş. Bizdə olmuyor. Spring diye oyunu atarsın da yeni şey Spring diyor. oynasın. Bende var ne? Tamam. Kelbeğin baylanmış. Class yarattım. Class'ın başına bir dənə rest controller dedim. Tamam. Sonra da bir dənə metod yarattım. Get text. Hello faxını dedim. Bir dənə də bura anotasiya verdim. Gördüyüm iş budur. Şu. Bax. Class yarattım. Yəni bunu görəndə sizcə o qədər əziyyətə işləməyə dəyərmi? Anlatası veririz. Rest con- İşte de bunu istifadə Yok, edirsiniz. niye veririz? İşte orada bu ne işte? Sən bilməlisən ki, indi run eləyəcəm, göstərəcəm. Tamam. Get mapping eləməklə mən sadəcə dedim ki, bəs lokal o 80-80-ə gedəndə bu mesaj çıxsın. Tamam. Sən müxtəlif növ getlərini ala bilər. Məsələn, fərqli parametrlərə görə məlumat ala bilərsən, tamam. Gəlirəm də run edirəm, görək nə baş verir elə. Yox, hə. Bunları hə. Bunları əzbərləmə yox, o zaten işlədikcə şey olur. Tamam. Baxın indi. Tomcat hardan gəldi bu? Bu 80-80 portu hardan gəldi? Tomcat'i hardan start elədi? Bu Tomcat yok da bizde. Nə? Biz server yardırdıq Jet'ti. Ha. Nə olurdu orada? Ne bak yazmış o? Ben o ders olmamış. Tamam. Onu dərslərə baxarsan. Dərslərə baxmağı məsləhət görürəm sənə. İndi biz Jet bax Ben olmamış. bir webə çıxmaq üçün server yardırdıq birinci addım. Ona port verirdik. Nə edirdi orada? Əllə verirdi, düzdürmü? Burada nə edib? Tomcat'i özü başladı, özünə də port deyib. 80-80 port. Şeye göre de. Hə? O öyle yüklediğimiz. Biz sizin əllə elədiyiniz prosesi hal-hazırda bu adam eləyib. Yəni bu şey eləyib. Aha. Tomcat'i burada start eləyir. Jet ilə Tomcat'ın fərqi nədir? Tomcat'ın fərqi. Avtomatik eləyir eləyir də bu. Siz ən yazdığınız onu eləyir. Bu Aha. burada jet olmur. Jet olmur. Default variantda şey eləyiblər, yəni Tomcat istifadə eləyiblər. Sən istəyirsənsə bəlkə də olar, olmamış olmaz məncə. Yəni serveri çevirəcəklər. Çevirə bilərsən Jet-yə. Tamam. İndi gedək bir dənə localhost 80-80-ə. Все. Hani bu hello faxı. Bunu merkeze koyabilir. Bu qədər bəsit. Bunun cavabını. Yox, yox. Öncə qarış. Alt sentre değil. Frontun işidir. Biz sadece gönder. Tamam. Sual var bura qədər. O qədər işi görməkdənsə bu qədər sadə yazsa yəni. Yazdım practice Spring'i kesebilir. Hə? Ben neyse yazmışım. Spring'e keçə bilərsənmi? Necə keçirəsən? Son mərmədə istəmir. Olmuyor o. Bilməm. Onlar yəni bir dəqiqə deyəm. Orada 4 gündən bundan öyle. Otel booking. bir həftə öyrənsin. Otel Kaç sene işte? Kaç çok şartlı. Tamam. Yanınızdadır siz məsələn localhost yanına bir dənə slash qoyuruz, context pass istifadə etmək üçün.
Misal üçün bu V1, nə bilim, hello. Elə bir şey eləmək üçün bunu istifadə edirik. Request mapping. Tamam. İndi mən deyirəm ki, misal üçün slash qoydum bura V1, bir dənə də slash hello. Tamam. Gəlirəm də application run edirəm. Bu sefer orada slash V1 kod yazılmış. İndi localhost 80-80'ə gedəcəm. Part yazacaq. Çünkü şey... Bir dənə refresh edirəm. Yoxdur. Niyə? Çünki orada V1 verdik biz. V1 sonra nə idi? Hello. Hello faxı. Sual var? Yəni kontekst pəsi belə sən əlinə vermirsən. Ümumiyyətlə heç bir şey. Gəlin yaxşı bir dənə example-la yaradıram sizin üçün student. Yəni student görmək üçün. Biz de gördük. Postman-la nə işə fərqi nədir ki? Nəkbə qoymaz. Qoymaram. Baxamam yazım. ha. Yo, Çünki- yo, o biz bizde de biz gördük. orada Wi-Fi ne tür Ha, benim ona göre kontrolüm. de ekranda. Ben hızlı ekranda bir şey yok. Bizde var. Tamam. Ne güzel, aynen. V1 Ben de diyeyim ki güzel. Her zaman. Ben yukarı başım sevdiğim çıktı. hello. Mən paste-ni görmürəm. Mən başımı sevən kimi düzəldirəm. Ben de olsa bak. Bir de o He. şeyi çevirdi. Şey olanda, hərəkət olanda. Dark moda çevirdi konfermi. Hello faxı var. Yo, belə yaxşıdır. Qet elədim. Postman-da da işlədi. Bez problem. Tamam. Sual var? Olmakta məqsəd nədir ki? Nə yox? Orada çıxıb. Yok sen Yox, sən localhost 80-80-ə sadəcə get eləyə bilərsən. Amma sənin əməliyyatların kredi var, update var, delete var. Ya skaner yoktu. Skaner yoksa neyin ne diyorsun? Bax bunları eləmək üçün postman lazım sənə. Birazdan bundan da canımız qurtaracaq. Swagger Swagger'dan bundan da canımız qurtaracaq, hə? ETL'den değildir. Nə? Sonra ikinci Fərq. bir yer gelir. Put option. Patch sadəcə bir dənə məsəl üçün bir dənə fieldi dəyişmək üçün istifadə olunur. Put amma komple body-ni dəyişmək üçün. Tamam. Keçən dəfə amma sonra yazanda patch. İşte ilə işlədiniz. Nədə olmadı? Celebrate-nə? Sevdi. Orada Onu patch. söz verəm ya. Gedin bunu ikisi. Ben olmadı düşünmüşəm. Hayır, hiçbir yolu yoktu. Ben hazır proyekte bir şey Ha, sunum. Səkkiz ayda işləmir, olmaz. Biz də heç nə başa düşmədik. Özü rekord eləmirik. Rekorda şahitlərinizi deyin. Mən əslində istəyirəm şeyə baxım, studentin o detail falan, request necə göndərilir, response falan, mapperlərə baxacaqdıq. Əslində planda bu yox idi. Gəlin bir dənə student də yardım sizə. Student. Bayaq mən sizə sual verdim, deyəsən. Recursive cloning nədir uşaqlar? Məlumatı olan var. Java-ya aiddir, bəli. Yox, bu dərs ümumiyyətlə Java-ya aiddir. Bildiyiniz bir şeydir. GitHub-a aid. İzah eləyəcəm. Yox, yox. Yok kitapta öyle bir şey yok. Private integer nə? ID. Private string name. Tamam. Burada problem nədir? Aha. Generate eləyirəm constructor. Bunun davamında yoxsa başqa şey yazsın. Bunun davamıdır. Bir dənə şey gör. Student yaratmaq istəyirəm sadəcə. Tamam. Bir dənə bir şey göstərmək istəyirəm sizə. Generate getir. Ya da IBO. To string. Tamam. Mən sizə student yaradıb göndərəcəm şeyə. İndi ID name tamam. Gəlirəm bura. Mən hal-hazırda geriyə string qaytaram, düzdür. İstəyirəm ki student qaytaram. New student. Burada studentin mən To string'i gördüyor. ID-ni verirəm. Nə? To string'ini gördüyor. Ekranda. Studenti. Aha. Məsələn, Bahruz deyirəm. Bu da string olmalıdır. Nəsə keçirdi.
Vsyo. Gəlirəm, run eləyirəm, görək bir problemimiz varmı? Məncə problem olmalıdır. Bir şey göstərəcəm sizə. Aha, Ne yapıyorsun proyekten bir zero? yenə bir problemimiz yoxdur. İndi gəlirəm bura partlayır. Niyə partladı? Yox, ona görə yox. Çünki bizim bu studentin daxilində sadəcə ID var, name var. Constructor'ın vermişəm, toString'in vermişəm, amma getter setter'ım yoxdur. Ona görə işləmədi. Maili olmayan Aha. Ne? İşte ben çoktan geldim. Ben bilmiyorum. Lombok. Lombok əlavə eləməmişəm bura. Data Lombokdan gəlir. maili yazmış mesela yazarsan tələbə olduğunu təsdiqlənir. Lombok bunun mövzusu deyil axı. Bir şey yoxdur, tələbə maili yazmış. Yox, daha doğrusu yəni etap-etapda, yavaş-yavaş. Bunlar private deyə, getter setter yox idi deyə, burada bax problem yarandı. İndi getter Yox. uşaqlar çox səs alırsınız, uşaqlar danışır bir dənə. Öz danışdığımı özüm eşitmirəm. Tamam. Gəlirəm indi. Neynədim? Təzədən bir dənə example izah edeyim. Sadə bildiyiniz şeylər. Student klassını yaratdım. Constructor'ını dedim. Getter setter toString. Bunun adı nədir uşaqlar? Bir dənə sual verim. Bu formatda olan bir klassa nə deyirlər? Dəyişən constructor, getter setter toString. Bunun adı nədir? Pojo. Eşitmisiniz? Plain Java object. Köhnə məhəllə uşaqlar deyirlər belə low mənada. Bilmem Pojo klasikdə. Pojo. Pojo nədir? Bax gördüyüm bu student klassı var. İçərisində private dəyişənlərim var, constructor'ım var, getter setter'ım var və sonra toString'im var. Bu köhnə formatda yəni yaradılan bir klassdır, tamam? Biz adətən Spring'də bunların heç birisini görməyəsiniz. Bir dənə data əlavə edəsiniz. Vsyo, sənin üçün getter, setter, equals, hashcode hamısını getirəcək. Bu amma köhnə variant deyə buna Pojo deyirlər. Plain old Java object. İndi gəlirəm bura, application'ı run eləmişəm artıq. Təzədən ID və orada verdiklərim gəldi bura. Təzədən göstərirəm. Sadəcə get mapping demişəm, return student 1 və Bəhruz. 1 və Bəhruz. Eyni sorğunu postmanına göndərirəm. Hal-hazırda hello faxıdır. Return eyni qayda JSON formatına qayıtdı mənə. Sual olan var. Buradan belə yaradıb post görünümü də göndərə bilirsiniz. Aha. Zaten post sorgusu var, post mapping. Bu Spring Guide değildi bana mesela. Spring Guide. İndi mail Spring'de yazısı. Nə? Benim də deyərdə sarı. Mən keçən dərs izah elədim. Inversion of control. Neydi o? Birbirlerine asıl olmamak. Bir Spring'in ilk öyrəndiyimiz şeylər nədir? Bir depends injection, 2 inversion of control. Mən izah eləmişdim keçən dərs. Bizim arxitekturamız necə başlayırdı? Onsuz depends injection soruşmam. Inversion of control soruşam. Nə? Yox, qarışırsan. Nə? Depends-in demirəm mən. Inversion of control nədir uşaqlar? İzah elədim bax keçən dərs. DAO var idi, servis var idi, controller var idi. DAO, servis controller düzdür. Biz məlumatları istəsək servislə idarə edə bilərik, düzdürmü? Amma o servisin işi deyil ki. Bir dənə kontroller vasitəsilə idarə eləməklə, düzdür? Inversion of control olur bax. Obyektlərin idarə olunduğu yer. Tamam. İndi deyərsiniz ki, bəs biz return eləyirik də, misal üçün bəlkə heç create eləyə bilənə. İstəyirsiniz create eləyək. Post göndərək. O da çox sadə. Bir dənə public student get student deyəcəm elə bunu. Tamam. Bu nə olmalıdır? Student. Tamam.
İndi return student deyirəm, tamam. Bir create əmrini yerinə yetirmək üçün bizim istifadə edəcəyimiz anotasiya nədir? Post mapping. Tamam. Amma eyni şeyləri burada da verə bilər ya. Burada V1 hello verir. Burada da aç. Ürəyin nə qədər istəyir doldur. Slash qoy C1 slash qoy nə qədər istəyirsən slash qoy get. Tamam. Bu belə. Bunu silirəm. Aha. Bu student obyekti hal-hazırda indi gedək bir dənə şey eləyək Postman-da. Bunu get yox, eləyəcəm nə? Post. Hara V1 hello-ya. Body hissəsi var burada. Row. Tamam. Olsun. Send eləyəcəm. 405. Yaranmadı. Niyə? Niyəsini deyirəm indi. Yox, ayrılıq deyil. Baxın. ID-sini də vermişəm burada. Sanal da demişəm. Adını. Body row-da demişəm də JSON formatına göndərirəm. Amma götürmədi. Sevilmir olur. Hə? Sevilmir deyə. Yox, anotasiyamız əksik idi burada. Çünki biz post göndərən zaman biz bunu, yəni bir obyekt göndərik də o da. Obyekt nədir? Bir body'də, bir bədəndir, düzdürmü? Request body. Biz burada istifadə etməliyik nə? Request body. Təzədən run deyirəm. Sual olan var uşaqlar bura qədər. Sadəcə bir metod yaratdım. Metod parametre olaraq student obyektini götürür. Onu da geriyə qaytarıram. Anotasiyanı dedik ki, amma gələn body'ni Aha, bəli. Run elədik. Bir problem varmı? Yoxdur. Bu loqları silirəm. Postmana qaydıram. İndi eyni şeyi təzədən eləyirəm. 200 OK. Yaradıldı. Yaxşı, bunu get eləsəm sizdə gələcəkmi? 2 dənə gəlir. Hə? İkisi gəlir. Gələcək sizdə. Yox, ikisi birdən. Sadəcə Bəhruz gəldi. Səbəb? İndi səbəbini deyəcəm. Bu harda qaldı? Ay şey, nədir onun adı? Request body, hə. Mən bunu post kimi göndərdim. Bu sadəcə yaratdı. Amma hara save olundu? Necə gəlsin o? İndi mən bunu istəyirəmsə save eləyim. Gəlirəm bura list. Bir dənə sadəcə student yaradacam, onun daxilində saxlayacam. Students bərabər new array list. İndi bu belə olsun. Burada nə edəcəm? Nə? Listi verməliydi orada. Hə, də dəyişəcək əlbəttə ki. List. Get text olmasın bu. Get all deyirəm buna. Lap belə bir şey deyirəm sizin üçün. List of. Hazırla. New student. Nə var sizə? Olsa bağlayalım. Stringi falan kesiyor yere seyredeceğiz işte. Aha. Students. Tamam. Bir dənə list yarattım. Sağ olun. Ekran rahat görsənir. Tamam. List yarattım. Example olaraq bir dənə list of vermişəm burada. Bu get mappingi də geri list formatında obyektləri qaytarır. İndi application bir dənə run edirəm. Çünki mən bu kodu təzə yazmışam. Əgər işləməni istəyirəmsə run eləməliyəm təzədən. Bu işləməyəcək. Niyə? Return-dən qabaq bu students var. Mən istəyirəmsə bunu geriyə qaytarım. Bunun içərisində əlavə eləməliyəm ki, o geriyə qaydanda mənə qayda bilsin. Return at student, nə? Buradakı student. Tamam. Artıq mən post sorğusu göndərən zaman o buradakı studentsə əlavə olunacaq. Sonra da onu geriyə qaytarıram. Tamam mı? İndi. Hə. Bu metodları heç yerdə çağırmadınızsa, var necə işlədir? Harada çağırmadım? Çağıracam da indi. Yox, postman necə işlədir? Server yüklükdə.
Başa düşmədim. Yəni məsələn Çağırmaz çağırmaz. postmanda O işdə qal. Məsələn ciddi seçəndə o necə bilir? Necə? Deyir məsələn əvvəl deyir maildə çağırmırdı, yaratdığı metodu çağırmırdı. Aha. Çağırmadı ondan sonra. necə işlə qal. Bəs mən Tomcat 8080 portlar nə üçündür? Məlumatları artıq webə göndərirəm, webdən baxıram. Virtualda var onunla əlaqəli. Məsələn orada ciddi seçsi, o hardan bilir? Burada fərqli də var. Nə? Ciddi seçdiniz, kutu seçdiniz. O hardan biləcək seçildiniz? Yaxşı, çox qəşəng sualdır. Burada mənim başqa bir get mappingim var. Anlatın onu diyorum. Bax, get mappingim var burada. İndi göstərəcəm onu da. Gəlin bir dənə də get mapping yazaq. Hə, anlasın. Bu getmədik. Bu da olsun. Bax, bu da olsun. Bir dəqiqə. Bundan olan anotasiya, yəni qutuna yaza bilməyəndə belə bir şey. İndi göstərəcəm uşaqlar bir dəqiqə. Orada ekran yedi toxalım verə bilərsən. Nə oldu? Hanı gedir? Kaydı başlataq. Qaydaq şimdi, tamam. 2 dənə get mappingimiz var uşaqlar. Biri Hello World qaytarır. Tamam. Kontrolda bir dənə olmalıdır. Nə? Bir kontrolda çoxluya gətirə Ürəyin nə gedir Sirius? Biri aydına gətirə bilər, biri sadə gətirə bilər. İndi onun fərqini izah Get all metodu buradakı get mapping students qaytarır, buradakı get string hello world qaytarır. Yaxşı, indi bu lokal olsu göndərən zaman o necə hansı getting gətirsin? Orada bilirsən ki, hansına uyğun gətirsin də. İndi run eləyə bir dənə partladı. Gördünüz mü? Çünki bax bizim 2 dənə get mappingimiz var. Bax buradakı bu metodlar var, bunlar boş-boşuna deyil. Yəni mən indi deyəcəm ki, məsələn bu students olanda students bu context pass'in məqsədi budur var. Mənim 10 dənə get mappingim ola bilər, düzdürmü? Burada deyəcəm ki, məsələn string və ya text. Bu demək, yəni fərqləndirmə eləyir. Fərqləndirmək üçün context pass yazırdınız, ora slash qoyurdunuz. Bax o budur. Tamam. İndi mən localhost v1 slash hello sonra slash student yazsam, gedəcək studenti gətirəcək. Hello world yazsam, daha doğrusu text yazsam, gedib hello world-u qaytaracaq. Tamam. Biz praktikada bir dəqiqə onu Bayaq işləyirik. işləyirlər. Nə? Bayaq bir dənə get mappingimiz vardı ona görə. İkisi də eyni. İndi gəlirəm postmanə, get eləyirəm hello 405. Niyə? Nəsə olmalıdır ardında. Ardından nəsə olmalıdır. Mənim 2 dənə get mappingim var. Bu hello burada qurtarır. Bunun sonrası da var axı. Students var, Boş slash. saxlaya bilərdik də birini. Nə? Birini boş saxlaya bilərdik. Boş saxlaya bilərik. Aha, fərqlənirsə bəli. Gəlirik ona da. Tamam. İndi studentsimi gətirmək istəyirəm. Ola bilər burada da problem yaratsın. Bəlkə problem yarada bilər. Yaramayacaq. Baxım bir dənə. Ha, problem yaranmadı. Okay. İndi students yazdım. Getdi listəyi qaytardı. Orada nə idi? Bence sen orasında niye kaytarmadı ki teksti? Nə? Artıq Hələ yazmamışam hələ. Elə ki, İndi text yazıram. Necə bunu? Text yazdım. Hello world. Aydındır? Tamam. İndi gəlin bir dənə post yaradaq. Bax, bayaq post yaratdıq. Nə? Ben kod göstersen ben diğer sen söz. Burada da birinci boş idi. Hello'ya qədər işləyirdi. Sonra bir student Ay, çəksə get var. mapping. Yəni artıq boş yoxdur. Hello bir də. bu geriyə hello world qaytarır. Text deyəndə gedir hello world-u qaytarır. Tamam. İndi bayaq post elədik, amma post eləyən heç bir yerə əlavə olmadı deyə biz onu görə bilmərik. Düzdürmü? İndi gəlirəm post buradan get olanı posta dəyişirəm. Tamam. Baxıram post metoduma. Post metodu v1 hello amma o qarşısında heç bir şey yoxdur. Birbaşa hello. Birbaşa hello ilə işləyir, düzdürmü? Bunu eləsəm işləyəcək sizə? Text, yox. Mən bu teksti silməliyəm buradan. Tamam. Body olaraq burada nə vermişik? Saman burada vermişik. Tamam, bunu da eləyib Bəhruz. Aydınların fərqi o ya da silmək istəsək qarşıda eləmək. Tamam. Bu da olsun. Belə. 200 okey. İndi mən gəlib
get sorğusuna V1 hello students eləyən zaman ikisindən gətirməlidir. Gətirmirsə deməli kod düzgün yazmamış. Student yox, şeyi səhv yazdıq. Ne yazmışıq burada? Hə, все. İkisini gətirdi. Aydın olmayan nəsə var?